sınaqlar onda, yəni ona görə burada işləyəcək biz. Başlayaq. Da sonra qoşulanlar da özü bilər. 6.1 People were not attending. Attend bəzilərinizdən keçmişik, iştirak eləmək deməkdir. Sinonimi take part in, participate, present in. Bir də attendin özü. Deməli, attend feilinin xüsusiyyəti nədir? Adını çəkdiyimiz take part, participate və eyni zamanda present, bir də dedik attend. Dördün də mənası iştirak eləmək deməkdir. Hamısından sonra in sözünü gəlir iştirak eləmək mənasında. Bitsə də nə attenddən sonra heç vaxt sözünü gəlməz. Düzdür, biz sizlə sözünləri keçəcəyik. Amma ən azından yavaş-yavaş sınaqlar üstündə sözünlərin nümunələrini görəndə daha yaxşı yadında qalır adamın. Lack sözünü hamımız bilirik sinonimini. Shortage və mal şəkilçisidir. Bir də ki, bilirik ki, less az mənasında. İnsanlar kitabxanaya baş çəkmirdilər. Çünki kitab azlığına görə. Gəlin görək, bu cümləni tapaq. Deməli, cümləmiz buradadır, ikinci abzasda. The library had no shortage. Orada lack verib, burada bizim görməyə öyrəşdiyimiz shortage sözünü verib. Çatışmazlıq, qıtlıq. Amma shortage'in qabağında no verib. Yəni, kitab çatışmazlığı yox idi, kitab bol uymuş. Sadəcə, amma insanlar kitabxanaya oxumağa getmirdilər. Sonra deyir ki, it was too much effort to walk through the desert just to borrow books. İndi, buradakı sözlərin hamısını bilirik. Eyni şəkildə homonimlik daşıyan sözümüz desert bilirik ki, həm səhra deməkdir, həm də ki, tərk eləmək. Tərk eləmək kimi özünüzdə təkrarlayın. Leave, abandondan sinonimdir. Demişdik ki, abundant nə idi? Bilirəm bir çoxunuz deyirsiniz. Yəqin ki, bolluq deməkdir. Deməli, abundant olan bolluqdur, abandon tərk eləməkdir. Bu belə. Effort sözünün sinonimlərində keçmişik. Cəhd deməkdir. Try, attempt, undertake, effort. Bunların hamısı cəhd eləmək deməkdir. Deməli, cümləmizdə no shortage verib gördüyünüz kimi. Burada da verib lack, amma inkarsız. Ona görə olur false. Yenə deyirəm, bu bizim keçən ilin fevral qəbuludur. Camel dəvədir bilirik. The mobile camel library was a good idea for the Garis region. Yaxşı ideyaydı region üçün dəvə, daşına bilən dəvə kitabxanası. Mobile sözünü bir çoxumuz telefon kimi yadda saxlayırıq, amma mobile'ın sifət mənası daşına bilən deməkdir. Çünki birdən qəbulda mətnimizin tərkibində mobile sözü düşər və biz hansı mənada işləndiyini tapa bilmərik. Gəlin görək, yaxşı ideyaydı mı? Deməli, burada yazılıb ki, məsəl üçün, the children of Garissa love the Camel Library and appreciate a large effort. Hamı çox sevdi bu library-ni, kitabxananı və hamı dəyərləndirdi. Deməli, bu belə. Onda olur true. Effort yenə qarşımıza çıxır. Deyir ki, bu kişi heç vaxt effortu dəyərləndirilmiş. Wasn't value məhsul növdədir, to be paid qaydası bildiyiniz kimi. Amma bizim oxuduğumuz cümlədə deyir ki, value bərabərdir appreciate, dəyərləndirmək. Burada təsdiqdə verir, amma bizim cümləmizdə wasn't value inkarda verdiyinə görə olur false. Compensation sözünü görmüşük. Təzminat, kompensasiya deməkdir. Hər bir itən kitab üçün $50 kompensasiya təzminat verirdilər. Amma mətndə ümumiyyətlə $50 yoxdur. Rəqəm olaraq sadəcə 500 pound var.
O da ki, yük mənasında, daşımaq mənasında 500 poundluq kitab daşıyırdı. O mənada verdiyinə görə olur false. Yenə deyirəm, diqqətli baxırıq, qəbulumuza düşən mətnlərdən biri bu olub. Daha sonra 7. People were not coming to read the books because cümləmiz yarım çıxdı. Nəyə görə insanlar gedib kitabxanada kitab oxumurdular? Çünki deməli, kitab daşımazlığı var idi demir. Sadəcə deyir ki, it was too much effort to walk through the desert. Səhrada yerinmək çox effort sərf eləmək lazım idi. Onda cavabım olur A. Hardship bilirik ki, çətinlik deməkdir. Kitabxanaya çatmaq səhra boyunca çox çətin idi. Deməli, dusty, tozlu deməkdir. Old sözünü hamımız bilirik. Yaşlı, qoca. Private, own, şəxsi. Expensive, bahalı. Bahanın sinonimlərini yadımıza salırıq. Costly və əziz sözü dear. Ona görə olur cavabımız A. Altından xət çəkilmiş sözümüzün mənası. Stiff. Bir dəfə də bunu görmüşük. Görməmişiksə sinonimini görəndə bunu yazmışıq. Xahiş eləyirəm, qeyd aparın. Bilmədiyiniz sözlərə. Stiff sözünün mənası sərt, möhkəm deməkdir. Və məndən bu sözün sinonimini soruşur. Sinonimimiz olacaq sever. D variantı. Stiff bərabərdir sever. Möhkəm, sərt. Local sözünü bilirik. Yerli. Convenient'ı da təzə keçmişik hamınızla. Uyğun, münasib. Appropriate, convenient, suitable və relevant sözlərimizin arasında yox idi. Demişdim, qeyd edin. Expanded-də bu il qəbulumuza düşən, fevral qəbuluna düşən genişləndirmək, extend, enlarge və broaden sinonimləri və widen da var. Widen. Gəldik sual cümləsi. Yenə deyirəm, sual cümləsi və yarımçıq cümlə olanda gedirik bunu mətndən tapaq, davamını yazaq. Carry daşımaq deməkdir. Bəs carry out nə idi? Yerinə yetirmək, həyata keçirmək. Sinonimlərini özünüz sadalayın. Mən də kömək eləyim. Fulfill, conduct, implement. Bir də practice. Yerinə yetirmək, həyata keçirmək. Deyir, nəyə görə dəvə seçilmişdi kitabı daşımaq üçün, kitabxana kimi. Burada deyir ki, bu cümləmizdə. This hardworking, but the camel library can be seen carrying books all around the Garissa region. Dəvə kitabxanaları Garissa regionun bir çox yerində görünə bilər. These hardworking animals, hardworking, çalışqan. Bu çalışqan heyvanların need, ehtiyacı olmaq, tələb eləmək. Sinonimləri require, demand, claim. Bu çalışqan heyvanların ehtiyacı olurdu az suya, yəni az su içirdilər və daşıya bilirdilər 500 pound ağırlığında kitab. Deməli, nəyə görə seçilmişdi? Mən sizə demək olar ki, hamınızda, bütün qruplarda ən axırıncı mətn PDF-ində 45 dənəlik bu sözü yazdırmışam. Sözümüz resist idi. Resistin mənası belə deyək də, müqavimət göstərmək. Resistin mənası müqavimət göstərmək və demişdim ki, çox düşür. Onda Aşağılar hamıda görüntü getdi. Görüntü getsə əl qaldırın. Yox. Tərlanında problem sənin internetindədir. Hə, yox. Tərlan təzədən gir çıx. Problem sənin internetindədir.
Hamıda getmədisə. Deməli, resistant onda olacaq müqavimətçil, yəni ki, qarşı, necə deyək, dözümlü. Ən yaxşısı budur, dözümlü. Yazırıq, düşür ha. Dözümlü. Deməli, dəvələr dözümlü və hardworking, çalışqan heyvanlar idi. Onun da cavabımız olur C variantı. İndi baxırıq başqa bildiyimiz sözlərdən hansı var burada? Appropriate, uyğun, münasib, bayaq dediyimiz convenient, relevant, suitable. Gəldik 10-cu mətnimizə. Hansı suala cavab var? Bilmədiyimiz sözləri xahiş edirəm yazırıq. Baxın, mən sizə ən başından bəri demişəm ki, ay uşaqlar, how much-a adətən cavab olmur. How much-a cavab olmur. Yeni qoşulan tələbələrimiz varsa, qeyd aparsınlar. Mən bu qəbulda da belə olur adətən. Onu da 2-ni çıxıram, bir də ki, 4-ü çıxıram. How much-a cavab o vaxt olardı ki, məsəl üçün yanında verilən money və yaxud da ki time və yaxud da ki su, neft, onlar numerativ sözlərlə ifadə olunsun. Yəni, məsəl üçün 50.000 manat, 50.000 dollar və yaxud da ki 5 litr su, neçə ton neft. Ona görə nağdım mən 2 ilə 4-ü çıxdım. İndi, səbəb nə idi ki, absence, yoxluq, iştirak, keçmişik. Səbəb nə idi kitabxanada insanların olmamasına? Səhrada yerləşməsi. Onda birə cavab var. 3. Çatdırmada əsas çatdırıcılar kimi idi? Dəvələr. 3-ə də cavab var. 5-ci. Nə vaxt tamamilə bağlandı kitabxana? Belə bir məlumat yoxdur. Sadəcə deyir ki, cəza o idi ki, çox sərt idi. Əgər kitabı itirsələrdi, onda dəvə kitabxanası getməyi stop eləyirdi, dayandırırdı. Və bu arada stop sözünün sinonimini hamımız yazırıq. Qarşımıza stopdan daha çox çıxa biləcək bir sözdür. Altından da xətt çəkilə bilər. Cease, cease. Cease, stop, dayandırmaq, cease. Bunları soruşacağım öz dərslərimizdə. Görək, yazısınız, öyrənirsiniz. Stop bərabərdir cease. Deməli, onda bizim cavabımız oldu 1, 3 və 5. Gəldik ikinci mətnimizə. Mən deyəsəm bayaqdan deyirəm ki, buydu düşən. Qəbula düşən buydu. 24-ün qəbuluna düşən buydu. Bulad qəbiləsi. Hətta bunu necə salmışdılar? Elə bir ki, buradan başlayaraq salmışdılar. Bu abzasda salmamışdılar. Daha asan formasındaydı da, belə deyək. Biz sizdən öyrəndiyimiz 700 dənlik PDF-də bunu görəcəyik ən sonuncu səhifəsində. Sedentary oturaq deməkdir. Nomadik, yazılan nomadik, köçəri deməkdir. Qeyd edirik. Sedentary oturaq, nomadik, köçərdir. Sedentary'ni belə yadda saxlaya bilərsiniz. Sit, oturmaq sözündən, sit. Bulad insanları oturaq həyat tərzində idilər. Yəni, oturaq həyat sürürdülər. Amma mənim mətnimdə deyir ki, Bulad insanları nomadik, köçəri idilər. Nomadik, köçəri, sedentary, oturaq. Onda 1 olur, false. Contradiction, münaqişə deməkdir. Conflict, contradiction. Conflict, contradiction. Tribe sözünü görmüşük. Misir mətnində qəbilə deməkdir. Deyir, qəbilələr arasında bəzən contradiction, münaqişə olurdu. Bəli, burada yazılıb ki, the winters were very long and cold and there were sometimes wars between tribes. Bəzən qəbilələr arasında münaqişə olurdu. Onda bu olur true. Essential, 7-ci ya da 8-ci səhifə sözləridir. Deyəsən 7-ci səhifə idi. Essential, əsas